En vacip şeylerden biri sosyal medya. Sizin için sosyal medya Instagram'dır, bizim için Facebook'tur. Ben Facebook üzerinden aparacağım ki Facebook, sosyal medya. Bizde problem odur ki Azərbaycanımızın mentaliteti sosyal medyaya karşı düşünce tərzi nədir? Boş bekar insanlar üçündür. Sen bütün gün online'sası deməli boş bekarsan deyirlər. Zamanı israf edir deyirlər. Bütün gün oturmuşam timeline çıxa bilmirəm, zamanımı alır deyirlər. Və low profile, yəni Azərbaycanlılar daha çox xoşlamırlar öz həyatlarını nümayiş etdirsinlər və öz həyatını nümayiş etdirən insanlar da pis baxırlar bizim mentalitetdə. Və bizdə iş və işdən sonraki həyat dedikdə biz özümüzü elə göstərir ki, bizim işdəki sonraki bir həyatımız yoxdur. Əgər şəkil çəkib göstərəcəksə, yalnız işdəki həyatımız göstərir. Yəni adamın sosial mediaya baxsan, bu adam tutaq ki, misal ki, adam peşəsi nədir? Təlimçi. Adamın sosial media şəkillərə baxsa, ancaq təlimdə şəkillər. Yəni, bu adam yaşamır isə, yəni bir hobisi yoxdur, bir dostluğu da yox, ancaq təlim şəkilləri qoyur ki, bu nədir? Təlimçidir. Niyə? Sosial media ancaq işdən şəkil göstərir. Gök, səhər axşam işləyirik. Və ən qorxduğumuz şey sosial mediada nə bir şey paylaşmırıq? Göstərir. Növbət zəhmət olursa. Dostlar, sosial mediada istifadə edin. Bu dövr özünü satmaq dövrüdür. Mən əslən sosial mediada necə istifadə edirəm? Uğurumu nümayiş etdirirəm. Sən dünyaya göstərməsə ki, mən uğurluyam, dünya heç vaxt bilməyəcək ki, sən uğurlusan. Dünya deyəcək ki, xeyr ola, mən sənə bu fürsəti verim, xeyr ola, mən sənə bu iş şansını verim, xeyr. Sən dünyaya nümayiş et, ey dünya, məni tanıyın, bax, mən uğurlu adamam. Bu psixologiya ilə siz nümayiş etdirməlisiniz bütün uğurlarınızı dünyaya. Lazım insanlar, sosial medyada sizə gərəkli insanları tapacaqsınız yəni. Bugün gəldin, filankəsi gördün, hə, bir dənə zəng, vızvat mən səni götürüb, belə deyil ki, ona nə qədər vaxtda bir zəng edəcəksən ki, siz özünüz də bir uğurlu yol gedəcək, düzdürmü? Mən, indi Pərisə sağ bugün buradadırsa, sabah hardan bilərəm? Sosial medyada. Yəni sizə lazımı insanların hansı vəzifədədir, hansı şirkətdədir, bu dəqiqə hardadır, bu mənə lazımdır, onu hardan tapa bilərəm, onu deyəndə həmin insanlar sosial medyadan tapa bilərsə, onları oradan izləyə bilərsiniz. Ondan sonra, bugün tələbəsiniz, amma hər biriniz bugün tələbəsiz də bir-birinizdə tanıdınız necə bir insanlarsınız, düzdürmü? Sabah siz böyük uğurlar qazananda bir komanda quracaqsınız. Komanda quranda sizə tanıdığınız, güvəndiyiniz, işini bilən adamlar lazım olacaq. Ona görə bu insanları da hardan tapacaqsınız? Sosyal medyadan. Çünkü bir-birinizi izleyeceğiz, görürüz, filankəs getdi, filankəs oldu. Filankəs gəldi, filankəs oldu. Tamam mı? Salam, hoş gəlmişsiniz. Çok sağ olun. Kamila xanım, siz tapdınız. Üzülürsə, rahat vaxtım, bütün günüm belə keçir, sizinlə rahat yazışa bilmirdim. Ona görə qısa cavablar yazırdım. Hoş gəlmişsiniz. Umarım çok fevran olmuşam. Böyle qəşəng yerlərə gəlmişsiniz. Və bak sosyal medyanın ən vacib gücü də nədir? Özün kimlərdən ibarət bir dünya qurabilirsən. Çünki Azərbaycan çox toksik bir mühitdir. Sən həyat dolusan, pozitivsən, həyatda bir şeylər eləmək istəyirsən, ətrafın necə əksəriyyət necə insanlardan əhatə olunursan, negativ, gələcəyə inanmayan, özünə inanmayan, həyata inanmayan, daim hər şeyin qaramsar tərəfini görən insanlarla əhatə olunursan. Düzdür, sənin etməli olduğun bu insanlardan özünü təmizləməlisən və sağlam insanlar ətrafda edilməlisən. Yaxşı, necə edilə bilərsən? Birinci, özünü ifadə eləməlisən ki, mən beləyəm. Əgər sən sosial mediada özünü ifadə edə bilsən ki, bax, mən beləyəm, o zaman sosial mediada özün kimlər tapacaqsan. Sən də beləsən, mən də beləyəm, sən də beləsən və özün kimlərdən bir dünya ətrafı qura bilsən, çox şübhət olacaqsın. Sən ki, dünya, düşün ki, belə dururam, məni anlayırlar, belə deyirəm, məni anlayan biriləri var ətrafında. Sən yaşayırsan bir həyat və səni anlayan insanlar var ətrafında, sən onları anlayırsan, onlar da səni anlayırlar. Doğrudan da həyatdan zövq almağa başlayacaqsan və sənin üçün artıq bu insanların əhatə olduğu üçün o kənardan dar beyinlər sənə nə söz soxurlar, nə deyirlər, bunu sənin umurunda vizibli olacaq. Çünki ətrafın sağlam olacaq. Aydındır. Ona görə sosial medyadan bugün həyatınızda düzgün istifadə edin. Mən istifadə eləmirəm. Niyə? Mənim çox vaxtım alır. Sən 5 dəqiqə timeline'a göz atıb 2 saat timeline'da oturursansa, bu sosial medyanın günahı deyil. Bu sənin şəxsiyyətində bir problemdir. Özünü idarə edə bilmirsən deməkdir. Yəni. Növbət zəhmət olursa. Və sosial medyanın gücünü göstərən dostlar. Bir dənə şəkildir, düzdür. Götürsən bu şəkli, qoysan hara? LinkedIn-ə. Düzdür. Düşünün ki, bax, bir dənə şəkli. LinkedIn nədir? Oradakı hər kəs nədir? İş dünyasından insanlardır. Mühəndislərdir, menecerlərdir, iş adamlarıdır. Nə qədər adam buna bildirib, reaksiya bildirib? 3433 nəfər
ürək atıb, alqış atıb falan 3433 nəfər görür ki, sən belə bir uğur əldə eləmisən, tutaq ki də, düzdür? Qalan 63 nəfər komment edir, 9 nəfər share edir. Bunu hələ, yəni həmin vaxtda, indi bu şəkildə rəqəmlər alınır, hansı rəqəmsin? Və neçə nəfərə çatır bu? 191 min nəfərə çatır. Başa düşürsünüz nə deməkdir bu? 191 min iş dünyasından insan. Və bu 191 min insandan cəmisi ehtimal edir. Bircə dənəsi, mənə 100 dənəsi yox. Bircə dənəsi desək ki, mən bu adamla işləmək istəyirəm, mənim həyatım dəyişdi. Düzdür, razısınız. Bu adam mənə lazımdır. Həyatım dəyişir. Sosial medianın gücü bax bu deməkdir yəni. O gün TikTok'a məndən müsahibə götürüblər, valyuta saytı, money managementlə bağlı. TikTok'a qoyublar 200 min baxış. 200 min nədir dostlar? O bu gücdən danışıram yəni. Tanıyır insanlar artıq səni. Necə birisi kimi tanıyır, iş adamı kimi tanıyır. Yüzünü başa düşdünüz, növbəti zəhmət olmasa. Və, okey, indi sizlə bölüşən dostlar, mən necə olur məndə bunlar alınıb?